Bugün İdrak liseyində baş verən məlum hadisə şagirdin müəllimi güllələməsi. İdrak liseyinin rəhbərliyi var gücü ilə çalışır ki, bu hadisəni ictimaiyyətdən gizlətsinlər. Gah deyirlər ki, elə ciddi bir şey olmayıb, gah deyirlər ki, müəllimə evində oturub çay içir, gah da ki, valideynlərə xəbərdarlıq edirlər valideyn qrupunda ki, bəs siz bu hadisə haqqında bir kəlmə də desəz, sizin uşağınız İdrak liseyindən xaric olunacaq. Demək ki, hələ də İdrak liseyinin rəhbərliyi anlamır ki, indi sosial media dönəmidir. Bir saniyədə bir xəbər onların sürətindən daha sürətli bir şəkildə bütün ölkəyə yayıla bilir. Nə qədər də örtbasdır etməyə çalışsanız da fakt faktlığında qalır. Məsələn, İdrakın rəhbərliyi hadisəni gizlətməyə çalışır və deyir ki, müəllimə xəstəxanada deyil, o yoxlanılıb və gəlib. Belə bir məlumat da yayırlar. Və dediyim kimi, hətta valideynlər olan qrupa da xəbərdarlıq edirlər ki, bəs ağzınıza su alıb dayanmasaz, sizin uşaqlarınızı məktəbdən xaric eləyəcəyik. Xəstəxana məlumat verir ki, müəllimə əməliyyat olunub, vəziyyəti orta ağırdır. İdrak liseyinin rəhbərliyi isə deyir ki, müəllimə evindədir. İndi bilmirsən bunların hansına inanasan. Hətta İdrak liseyinin rəhbərliyi deyir ki, uşaqlar hamısı məktəbdədir və çox rahat bir şəkildə də onlar tədrislərinə davam edirlər. Amma İdrak liseyində övladları oxuyan valideynlərdən şəxsən aldığım məlumata görə övladları çox qorxublar və onlar dərhal övladlarını gətiriblər evlərinə. İndi bu silahın hansı növ silah olması məsələsinə gələndə burada da müxtəlif versiyalar var. Nə dəxli var ki, ov tüfəngi ilə vuruldu, nə bilim Kalaşnikovla vuruldu və yaxud da ki, bıçaqla zərbə endirildi. Faktlıqında qalır ki, bugün Azərbaycan məktəblərində bir şagird silahlı bir şəkildə məktəbə daxil olur. Həm də söhbət İdrak liseyindən gedir. Bilirsiniz ki, orada imkanlı şəxslərin uşaqları, övladları təhsil alırlar və o məktəblərdə güya nizam, intizam daha güclüdür. Belə olan halda amma bir şagird silahlı bir şəkildə ya tüfəngli ya da ki, bıçaqlı məktəbə daxil ola bilir. Deyəndə ki, Azərbaycan təhsilinin səviyyəsi yerdən sürünür. Elm və Təhsil Nazirliyi inciyir bu sözdən. Amma fakt faktlığında qalır və faktı heç vaxt heç kim dəyişə bilməyib. İdrak liseyinin rəhbərliyi hər nə qədər desə də ki, həmin müəllimə evində də artıq vəziyyəti yaxşıdır. Hətta bəzən elə açıqlamalar verirlər. Elə bilirəm ki, 10-cu sinif şagirdi müəllimə gül dəstəsi tullayıb. Yəni, hətta o qədər belə malalayıb üzərindən keçmək istəyirlər. Amma dediyim kimi, fakt faktlığında qalır. Həm də deyirlər ki, sözün düzünü uşaqdan soruşur. Orada şagirdlərə bilirsiniz ki, suallar verdi mənim jurnalist həmkarlarım. Düzdür, çox şagirdlərin üzərinə gedildi, düzgün deyil idi, hansı silahla vuruldu, neynədi? O sualı əslində vermək düzgün deyil idi şagirdi. Amma ki, bütün hallarda bəli, hər kəs istəyir ki, ən önəmli informasiya ondan çıxsın və belə də suallar verirlər. Ona görə də deyirəm ki, sözün düzünü uşaqdan xəbər al. Uşaq deyəcək ki, hadisə necədir və nə cürdür. Amma İdrak liseyinin rəhbərliyi bu hadisəni gizlətməkdənsə, bəli, bizim üçün də çox ciddi, bizim üçün də heç xoş olmayan bir problem yaşandı. Çox təəssüf ki, bizim liseydə baş verdi bu hadisə və biz çalışacağıq ki, hər kəs öz layiqli qiymətini alsın və bundan sonra çalışacağıq ki, bir artıq uşaqların çantasını yoxlasın bizim burada mühafizədə dayananlar. Onu demək əvəzinə deyir ki, bəs hər şey yaxşıdır. Niyə şişirdirsiniz? Elə danışırsınız ki, elə bil ki, nə baş verib, heç nə yoxdur. Hər şey gözəldir. Və deyir ki, rəhbərlərdən biri deyir, panika yayıblar ki, liseyə silahlı hücum olub. Vallah deyir, hamısı yalandır. Tədris olduğu yerdən davam edir. Valideynlər arasında biraz narahatlıq var. Polislər gəlmişdi, onlar da bilməyiblər. Allaha and olsun, heç bir silahlı hücum olmayıb. Panikadır, hər şey yaxşıdır, Allaha şükür deyə İdrak liseyinin təsisçisi professor Mönsün Alışov hadisəni var gücü ilə təksib etməyə çalışıb. Və bəs baş verənlər nədir? Bugün sizin liseydə hansısa hadisə olub bu sualına isə cavabında deyib ki, heç nə, biraz uşaqlarda narahatlıq olub, uşaq xəstə kimidir, əslində xəstə deyil, yeniyetməlik dövrü ilə əlaqədardır, heç bir narahatçılıq yoxdur və qeyd edir ki, yüngül bir hadisədir, xəsarət alan yoxdur. Belə deyək də, hər suala bir gün cavab
bir cür cavab verib, əslində diqqəti idrakin üzərindən yayındırmaq istəyib liseyin təsisçisi professor Mönsün Aluşov. Dediyim kimi, hadisəni nə qədər də təkzib etməyə çalışsaz, orada olan valideynlər də belə bir hadisənin olduğunu dedilər, şagirdlər də dedilər, hətta silahı da görüblər, səsi də eşidiblər. Yəni, çox təəssüf ki, bəli, biz qatığı ağ görsək də, niyəsə ona qara deməkdə israrlı oluruq. Amma qatığın rəngini hələ ki, heç kim dəyişə bilməyib. Müəllimlə bağlı hətta belə fikirdə söyləyirlər ki, müəllimin vəziyyəti heç də yaxşı deyil. Hətta İdrak liseyində olan valideynlərdən biri dedi ki, Səidə xanım, deyirlər ki, müəllim dünyasını dəyişib. Hətta belə bir xəbər də eşitmişik. İnşallah ki, xəbər yalan olar. Bunu sadəcə bir iddia kimi deyim mən. Yəni, uzun sözün qısası, İdrak liseyinin rəhbərlərinin təsvir etməyə çalışdığı kimi hadisə əyləncəli olmayıb. Çox ciddi bir hadisə baş verib. Niyə silahlı gəlib şagird və necə qorunur bu məktəb? Bir şey ki, il ərzində o məktəbə 10.000 və 16.000 manat arası məbləğ ödənilir. Yəni, bahalı məktəbin ucuz tərbiyəsi, belə deyək. Buna da yəqin ki, zamanla aydınlıq gətiriləcək.